Rusiyalılar Azərbaycanda daşınmaz əmlak alan xarici vətəndaşlar arasında lider mövqedədir. Bu barədə RBK tərəfindən yayımlanan analitik materialda qeyd olunubdur. Məlumatlara görə Rusiyalıların Azərbaycana səfərlərə marağı əhəmiyyətli dərəcədə artıbdır. Ölkə fevral və mart bayramları dövründə istirahət üçün ən çox seçilən ilk 3 istiqamət sırasına daxil olubdur. Ekspertlər bildirirlər ki, Azərbaycan turistləri zəngin təbiəti, qədim tarixi, müxtəlif memarlıq nümunələri və milli mətbəxi ilə cəlb edir. Bundan əlavə, təhlükəsizlik faktoru da xüsusi önəm daşıyır. World Travel Index reytinginə əsasən Azərbaycan 193 ölkə arasında 41-ci yerdə qərarlaşıb. Müqayisə üçün Rusiya 72-ci, Türkiyə isə 75-ci yerdədir. Turist axınının artması ilə paralel olaraq investisiya marağı da yüksəkdir. Daşınmaz əmlak üzrə Dövlət Xidmətinin məlumatına görə Azərbaycanda mənzil alan xaricilər arasında Rusiyalılar birinci yerdədir. Tələbi artıran əsas amillər arasında ölkədə sabit iqtisadi vəziyyət, daxili istehlak və turizmin artımı, Bakı və sahilyanı ərazilərdə iri tikinti layihələrinin aktivliyi, eləcə də yaşayış icazəsi alma imkanları göstərilir. Bundan əlavə, Azərbaycanın biznes mühiti üzrə yüksək reytingləri və müsbət iqtisadi proqnozları da marağı artırır. Avropa Yenidən Qurma və İnkişaf Bankı ölkə iqtisadiyyatının 26-cı ildə 2, 27-ci ildə isə 2,5% artacağını proqnozlaşdırır.